Herkese salam, yeni vloguma xoş gəlmişsiniz. Bu dəfə sizinlə Bravo Marketdən etdiyim alışverişi bölüşəcəm. Uzun müddətdir ki, ev üçün müxtəlif şirniyyatlar almırdım. Ona görə bu dəfə peçenyelər, tum və çərəzlər də götürdüm. Şokoladlardan da bir neçəsini seçdim. Qiymətlərini isə yaxından göstərməyə çalışdım. Təəssüf ki, çeki səhvən atmışam. Çox heyfsiləndim. Çünki alışveriş vloqlarımda həmişə məhsulların qiymətlərini ekranda qeyd edirəm. Bu dəfə isə sadəcə aldıqlarımı göstərə biləcəm. Ümid edirəm yenə də sizə faydalı olar. Mən özüm alışveriş videolarına baxmağı çox sevirəm. Başqalarının nə aldığını izləyirəm. Xoşuma gələn məhsulları sonra da özüm də alıb istifadə edirəm. Ona görə düşündüm ki, bəlkə mənim videolarım da kiməsə fikir verər. Ərzaqlardan yenə kəsmik, ağ pendir, xama, tərəvəzlər, pomidor, xiyar, badımcan aldım. Bu xamanı illərdir istifadə edirik və çox razıyam. Toyuq da götürmüşdüm. Ertəsi gündə artıq pişirdim. Çox dadlı idi, sanki kebab dadı verirdi. Çörək, qatıq, qarpız və yemiş də seçmişəm. Bravoda axşam bazarında aldığımız üçün qiymətlər də azca münasib idi. Belə bazarlığım bunlar idi. İçməyə belə bir fanta götürdük. Sonra Palmolive'in sabunlarını, persil götürdüm. 20-25 manat səhv eləmirəmsə, qəşəng qoxuludur. Bəyənirəm həqiqətən də. Bu arada qızımın rəfiqəsinin ad günü idi. Ona kiçik hədiyyələr hazırladıq. Əl kremi, üz kremi, avokadolu kağız maska, Zootopia dəftəri və içinə pul qoymaq üçün belə bir zərf də götürmüşəm. İndi bir-bir göstərirəm. Ümid edirəm ki, xoşuna gələr. Çünki hər gənc qız belə hədiyyələrə çox sevinir. Mənim qızım da daxil. Ona görə də tam da biz öz zövqümüzə uyğun hədiyyəni seçdik. Özümüz üçün dondurma qabı da almışam. Açığı keyfiyyəti gözlədiyim kimi olmadı. Bir də suquşonku aldım. Evdə dondurma hazırlayım, amma dondurma da elə də super alınmamışdı. Qızıma yeni saç rezinləri, kosmetik məhsullar və çox bəyəndiyimiz Barbie aldım. Əslində artıq Barbie ilə oynamır, amma paltarındakı dizayn çox xoşumuza gəldi. Ona görə suvenir kimi götürdük və indi də görürsünüz. Mən çox bəyəndim həqiqətən də. Qızıma Barbie götürdüm. Oğlumun üçün də Maqlinin kitabını aldım ki, həvəslə oxusun. Türkiyədən La Roche markasının SPF 50 günəş kremini almışam. Bu su əsaslı kremdir və istifadə etməzdən əvvəl yaxşıca çarxalamaq lazımdır. Çox gözəl bir kampaniya düşmüşdü. Günəş kremi ilə birlikdə üz yumaq üçün gel də hədiyyə idi. Hər ikisi isə birlikdə təxminən 40 manat civarı idi. Hal-hazırda bu kitabı oxuyuram. Həqiqətən çox bəyənirəm bu kitabı. Çünki filmini dəfələrlə izləmişəm. Azan da gedir. O qədər huzur verir ki. Və vitaminimizlə bölüşmək istəyirəm. Bunun içində 2 belə bir ket var idi. Artıq birini bitirmişəm. Bugün ikinci bir ketin birincisini qəbul etdim. Həqiqətən də Sabera Velis'in formula qida əlavəsini çox bəyənirəm. Əgər siz mütləq sizdə əlaqə saxlayıb sifariş verib məndən ala bilərsiniz. Keçən həftə Trendyoldan, Defacto'dan belə bir oğlum üçün dəst götürmüşdüm. Demək olar ki, Bakıda heç Defacto'dan heç alışveriş etməmişəm, amma hər zaman Türkiyədən almışam. Amma uzun zaman idi sifariş vermirdim. Və nəhayət bu dəsti çox bəyəndim. Qiymətdə yaxşı endirimə düşmüşdü. 20 manat civarı, 19 manat civarı belə qiymətdə idi. Şortikin keyfiyyəti,
Köynəyin keyfiyyətini çox bəyəndim həqiqətən də. Oğlumun 9 yaşı var, amma bu il sonunda 10 yaş olacaq. Mən onun üçün 11-12 yaş götürmüşəm, amma həqiqətən də əyninli oldu. Çünki biraz kruplu uşaqdır da, elə bil. Belə. Link istəsəz qoya bilərəm. Axşamüstü isə özümə Teumdan belə bir latte götürdüm. Çoxdan da istəyirdim ki, bu ördəklərdən məndə olsun, amma ilk alanda ördəyi ödənişsiz verirlər. Daha doğrusu aksesuarsız verirlər, ödənişsiz deməyim, amma ikinci dəfə aksesuarla götürürlər, amma bu dəfə sağ olsunlar bizə aksesuar da hədiyyə elədilər. Bu qədər. Mənim bitib tükənməyən alış-veriş vloqumdur bu. Yenə də Temudan sifarişim var idi və nəhayət uzun aradan sonra Temudan sifarişim gəldi, çıxdı. Burada demək olar ki, çox alış-veriş etmişəm. İndiyə qədər mən Temudan bu qədər alış-veriş etməmişdim və çox sevinirdim. Həqiqətən çox şad idim ki, yəni nəhayət ki, bu qədər belə bağlama açıram. İlk öncə özümün üçün belə bir telefonum A26 üçün belə bir kes sifariş vermişdim. Ardından yoldaşım üçün sifariş vermişəm bu keysi. Bəyənirdi həqiqətən də. Bəyənirdi adası çox bəyəndi. Mən də çox bəyəndim. Həqiqətən çox keyfiyyətli idi. Sonra isə burada isə qızım üçün kes sifariş vermişəm. Qızımın da telefonu iPhone 11'dir. 11 üçün həqiqətən də çox keyfiyyətli kavraydı deyərdim. O qədər gözəl görsənir ki, yəni çox həqiqətən bəyəndim. Düzdür, burada biraz başım qarışıb həm yoldaşımla söhbət eləməyə, həm sifarişləri belə açmağa. Ona görə də aləm dəyib bir-birinə. Heç bilməm nəyi göstərirəm, nəyi göstərmirəm, amma yenə dedim bu evi burada yadigar qalsın. Ən əsas fikrim mikrofon sifariş verməkdir. Çünki mikrofona həqiqətən mənim həmişə ehtiyacım olur. Həm qızım, həm oğluma. Və nəhayət ki, mikrofonu sifariş verdim. Mikrofonu mən hardasa 7-8 manat almışam. Amma bunların 2 mikrofonlu olanlar da var. Onlar isə 15 manat civarı idi. Bu isə oğlum üçün plafikidir. Bunun vəbşə çox münasib aldım. 3 manat 20 qəpik, yoxsa 3 manat 30 qəpik idi, 37 qəpik idi. Yəni o qədər belə super gəldi də, yəni də. Yəni nəyi bəyənsəz yazın mənə, link qoyun. Oradan yəni daxil olun, sifariş verin də. Yəni həqiqətən superdir də. Bunu da yoldaşıma götürmüşəm, belə dəsti idi. Və əlavə 5 ədəd kofta götürmüşəm. İndi isə onları bir-bir sizə göstərirəm. Və bunlar isə köynəklərdir belə bir. Hərəsində bir loqolardır. Birindən belə bir kəpənək deməzdim. Daha doğrusu qanadlar loqosudur. Rəngi belədir bunun. İkincisi belə bir ağ, qara və qırmızı da var. Logosu nəsə belə dağlar şəkillidir. Bu da dağdır. Bu yaşılla ağdır və lap belə yaşıl balotov rəngdir. Bu da seri ağ, yenə bardovudur. Bunların hamısına indi 5-cisini yoldaşım çox bəyəndiyindən geyindi. 25 manat pul ödəmişik. Həqiqətən çox qəşəngdir. Düzdür, biraz hava keçirməyən materialdır, amma dəyişik üçün, yay üçün çox əladır. Sonra isə belə bir plafiki götürmüşük. Üzərində belə xərçəng şəkillidir. Əsl belə yay abı havasıdır. Həqiqətən bəyəndim. Mən də belə dörtlü dəsti kupanlik götürmüşəm. Yəni dəniz çimərlik geyimi götürmüşəm. Üstündə belə tül kimi köynəyi var və tül kimi belə bir yupçqası var. Və belə həqiqətən də bu dəfəki sifarişləri çox bəyəndim. Yəni yəqin ki, hamısını sizə göstərdim də, yəni qalmadı, yəni göstərmədiyim bir məhsul. Belə bu qədər. Sizə sifariş verin. Allah sizin də ruzunuzu bol eləsin. Allah sizə də bol ruzu, bol pullar nəsib eləsin ki, ehtiyaclarınızı ala biləsiniz.